Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri Ramazan bayramı üçün süd çörəyi və umaç halvası hazırlayıram. Əvvəlcə süd çörəyinin xəmirini yoğururam. Bunun üçün 200 qram kərə yağını və 2 stəkan südü ayrı-ayrılıqda da əridib, yəni isidə bilərsiniz və ya birlikdə də bu cür edə bilərsiniz. Mən asan olsun deyə elə 200 qram yağın içərisinə 2 stəkan da südü əlavə edib ocağımızı yandırıb ocağın orta ateşində yağ əriyənədək südümüzü də isidirəm və götürürəm. Gördüyünüz kimi yağla südümüz hər ikisi hazırdır. 1 kiloqram un götürmüşəm. 1 kiloqram unun üzərinə əlavə edirəm yarım stəkan, yəni 100 qram şəkər tozu. Süd çörəyini şirin sevənlər 1 stəkan şəkər tozundan da istifadə edə bilər. Yarım çay qaşığı duz əlavə edirəm üzərinə. Yarım çay qaşığı sarı kök əlavə edirəm bura və 1 paket də vanil əlavə edirəm. Əvvəlcə yəni quru ərzaqlarımızı qarışdırırıq. Daha sonra isə digər ərzaqları əlavə edərək yumşaq xəmir yoğururuq. Qeyd etdiyim kimi, əgər sizlər süd çörəyini şirin sevirsinizsə, onda 1 stəkan, yəni 200 qram şəkər tozundan istifadə edə bilərsiniz. Mən hər zaman yarım stəkan şəkər tozu əlavə edirəm və süd çörəyini biz halva ilə, çayla yeyirik. Ona görə şəkər tozunu çox əlavə etmirəm süd çörəyinə, yarım stəkan əlavə edirəm. Və beləcə gördüyünüz kimi quru ərzaqlarımızı əlavə edib yaxşı-yaxşı bunları qarışdırdıqdan sonra orta hissəsində bir dənə oyuq açırıq. Bura 1 xörək qaşığı, yəni 10 qram quru maya əlavə edirik və əritdiyimiz yağlı südlü qarışımdan bir qədər əlavə edib qarışdırırıq mayanı. 2 dənə də ağlı sarlı yumurta əlavə edirik. Qalan yağla qarışmış südümüzü də əlavə edib xəmirimizi yoğururuq. Xəmir yağlı xəmir olduğu üçün qətiyyən ələ yapışmır. Çox yumşaq bir xəmir olur. Xəmiri yoğurduqdan sonra mütləq üzərini örtüb, qalın büküb 1 saat mayalandırmaq lazımdır. Onu da nəzərinizə çatdırım ki, ola bilər unun növündən asılı olaraq 1-2 xörək qaşığı artıq da süd istifadə oluna bilər. Dəyərli izləyicilərim, kim hardan videomu izlərsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Sabah da Ramazan bayramıdır. Müqəddəs Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Allah Teala bu bir ay boyunca tutduğunuz orucları, ibadətlərinizi, etdiyiniz dualarınızı qəbul etsin. Allah ömür versin, vəfa versin, neçə belə gözəl Ramazanlara çıxaq inşallah. Və artıq gördüyünüz kimi xəmirimiz hazırdır. Yumşaq bir xəmir yoğurdum. Üzərini örtüb mayalanmağa qoyuram və bu müddətdə də halva üçün umaç hazırlayıram. Mən yarım kiloqram unun halvasını hazırlayıram. Bunun üçün yarım kiloqram unun üzərinə bir qədər su əlavə edirəm. Əvvəlcə 1 stəkan su götürmüşəm. Gördüyünüz kimi sudan hissə əlavə edirəm. Bir dəfəlik əlavə etmirəm. Suyun da hamısını istifadə etmədim. Sonda 50 ml su artıq qaldı. Yarım kiloqram un üçün mən 150 ml sudan istifadə etdim. Yəni umaç hazırlamağa 150 ml su istifadə etdim. 50 ml artıq qaldı. Bunu da çox xırdalamıram. Yüngülvari bir qədər umaç hazırlayıram. Əvvəlcə mən bu üsulu bilmirdim. Ona görə hər zaman ələkdən, süzgəcdən keçirdirdim umaclarımı. Amma indi isə ən asan yolunu öyrənmişəm və bunu sizlərlə də paylaşmaq istəyirəm. Baxın, gördüyünüz kimi 50 ml, yəni stəkandan 2 barmaq qədər su artıq qaldı. Yəni 150 ml su istifadə etdim. Deməli, umacı iri-iri bir qədər belə qarışdırdım. Xırdalamağa ehtiyac yoxdur. Bu cür rondonuz varsa, hissə umacı əlavə edirsiniz rondonun üzərinə. Saniyələr içində umacınız çox gözəl, hamısı eyni bərabərdə, eyni boyda qəşəng umaca çevrilir. Baxın, görürsünüz necə gözəl alınır. Yəni bu üsulu mən əvvəllər bilmirdim. Bunu da yeni öyrənmişəm və bu üsulu da sizlərlə paylaşmaq istədim. Daha çox əziyyət çəkmədən, umacı əllə xırdalamadan bu cür hissə rondonun içərisinə əlavə edirsiniz və saniyələr içində umacınız hazır olur. İnanın ki, çox rahat bir üsuldur. Umaclar çox gözəl alınır, hamısı eyni bərabərdə olur. Yəni biri iri dənəli, biri xırda dənəli olmur, hamısı eyni bərabərdə olur və çox da tez başa gəlir. Çox rahat başa gəlir. Sizlər də mütləq bu üsulu sınayın, indiyə qədər heç etməmisinizsə özünüz də görəcəksiniz ki, necə rahat bir üsuldur. Yarım kiloqram unda tərəzi olmayan xanımlarımızın nəzərinə çatdırım ki, 200 ml stəkan ölçüsü ilə 4 stəkandan 2 xörək qaşığı əski un eləyir. Və beləcə hissə əlavə edərək umacımızı hazır etdim.
Daha sonra isə hazırladığım umacı iri məcmeyinin içərisinə əlavə edirəm, hər tərəfinə yayıram və bunu beləcə bir masanın üzərində saat yarım gözlətdim. Yəni süd çörəklərimizi bişirib hazır edənə kimi gözlətdim. Daha sonra isə artıq başladım halvamızı bişirməyə. Şirə üçün də mən yarım kiloqram şəkər tozu götürdüm. Üzərinə yarım litrdən 50 milli artıq su əlavə etdim və qarışdırıram. Ocağın orta ateşində şirəmizi qaynamağa qoyuram. Şirə qaynamağa düşdükdən sonra 2-3 dəqiqədə ocağın vam ateşində qaynadıram və ocağımızdan götürürəm. İndi isə keçirəm süd çörəyimizi hazırlamağa. Süd çörəyinin xəmiri çox gözəl mayalandı. Gördüyünüz kimi bu cür mayalanmalıdır. Əvvəlcə xəmirdən maya qoxusunun gəlməmək üçün bir qədər havasını alıram. Daha sonra isə eyni bərabərdə olmaqla mən bu dəfə gözə yarı olaraq kündələrimi kəsdim. 300 qramdan artıq kündələr idi hər biri və 6 hissəyə böldüm. Bu reseptlə, yəni 1 kiloqram undan məndə 6 ədəd süd çörəyi alındı. Mən çox böyük etmirəm süd çörəklərini. İndi sonda özünüz də görəcəksiniz. Yox, əgər məsələn iri hazırlamaq istəsəniz, list boyda hazırlamaq istəsəniz, onda təbii ki 2 yerə də bölə bilərsiniz. Yəni 2 ədəd də hazırlaya bilərsiniz. Artıq süd çörəklərinin böyüklüyü, kiçikliyi qalıb sizlərin istəyinə. Hamısını kündələyirik. Daha sonra isə üzərini örtürəm və mütləq mayalanmasını gözləyirəm. Bir 20 dəqiqə bunları belə saxlayırıq ki, biraz mayalansınlar ki, baxın belə forma verərkən xəmir yığılmasın, çünki mayalı xəmirdir. Və mən uzun sov şəkildə düzəldirəm ki, listin də içərisinə heç olmasa bir 3 dənəsini yerləşdirə bilim. Baxın, beləcə uzun sov şəkildə hər birinə forma verirəm və listimə yerləşdirirəm. Hər bir listimə 3 ədəd süd çörəyi yerləşdi. Yəni 2 dəfə bişirdim və qurtardım. Beləcə bunlara baxın, forma verdikdən sonra mütləq listin içərisində də ən azı yarım saat gözlətmək lazımdır. Yəni saata baxın, özünüz də xəmirə baxanda görəcəksiniz. Xəmir bir qədər də qəşəng şişsin, qalxsın, daha sonra isə artıq bişirmək olar. Mən bu dəfə bunlara biraz uzun sov şəkildə forma verdim. Amma istəsəniz dairəvi formada verə bilərsiniz. Üzərlərini örtürəm və gözlədirəm. Baxın, gördüyünüz kimi, görürsünüz, bayaqları xəmir biraz yastı idi, artıq şişiblər, mayalanıblar. Mütləq bu cür mayalanmalıdırlar ki, bişərkən də qəşəng yumşaq alınsınlar. Üzərlərinə çəkmək üçün də 2 yumurtanın sarısını götürmüşəm. 2 yumurta sarısına 1 xörək qaşığı süd əlavə etdim. Yaxşı-yaxşı qarışdırdım və bunları süd çörəklərimin üzərinə çəkirəm. Artıq sobamı da yandırmışam. Mən konveksiya rejimində 180 dərəcədə 25-30 dəqiqə müddətində bunları bişirdim, hazır etdim. Xəmirin tərkibində şəkər tozu olduğu üçün tez qızarmağa meyillidir. Ona görə mütləq diqqət edin. Yumurtanın üzərinə çəkdikdən sonra çəngəllə gördüyünüz kimi üzərinə naxış salıram. Bir neçə yerdən də deşirəm və zövqə istəyə görə üzərinə biraz da ağ küncüt səpirəm və sobama yerləşdirirəm. Qeyd etdiyim kimi mən konveksiya rejimində 180 dərəcədə 25-30 dəqiqə müddətində bunları sobanın ən alt gözündə bişirib götürdüm. Amma konveksiyasız sobalarda isə 190-200 dərəcə arasında bişirə bilərsiniz. Süd çörəklərin bişib hazır olduqdan sonra soymasını gözləyirəm və keçirəm halvamızı hazırlamağa. Yarım kiloqram unun halvasını hazırladığım üçün mən yarım kiloqram da kərə yağı götürmüşəm. Kərə yağımızı əridirəm iri bir tavanın içərisində. Və umacımız da artıq quruyub və quruyan umacımızı da içərisinə əlavə edirəm. Başlayıram qarışdırmağa. Umacı qovurarkən mütləq çalışın ki, ocağın orta ateşində qovurun. Yəni gür ateşdə qətiyyən bunu qovurmayın. Onu da qeyd edim ki, halvanın şirəsi halvanın içərisinə hər zaman qaynar halda, isti halda əlavə olunmalıdır. Mən də şirəni əvvəlcədən hazırladığıma görə artıq qovrulana yaxın bu umacımız, yəni şirəni əlavə etməyə yaxın mən şirəni bir dəfədə qızdırıram, yəni qaynar edirəm və qaynar halda əlavə edirəm umacın üzərinə. Burada baxın, mən ocağın ateşini bir qədər azaltdım. Yağımız tez ərisin deyə əvvəlcə ocağın ateşini biraz çoxaltmışdım. Artıq umacımızı əlavə etdikdən sonra ocağın ateşini bir qədər azaltdım və üzərinə bir çimdik də duz gəzdirərək imamlarımızın, peyğəmbərlərimizin ruhuna salavat çeviririk və umacımızı yenə də qarışdırırıq.
Umacın rəngini tam xına kimi qızarana dək bu cür gördüyünüz kimi qəşəng qovururuq. Hələ sarı kökün əlavə etməmişəm, çünki sarı kökü əvvəlcədən əlavə edəndə sarı kök yana bilər. Sonda sarı kökü əlavə edirəm. Umacı qarışdırdıqda görürsünüz ki, belə xırçıltılı bir səs gəlir. Artıq bu cür olduqda, rəngin tamamilə tutturduqda biz içərisinə yarım çay qaşığı sarı kök əlavə edirik. Yenə də qarışdırırıq. Sarı kökü əlavə etdikdən sonra da 2-3 dəqiqə yenə də qarışdırıram, biraz da qovururam. Daha sonra isə şirəni isidib şirəsini əlavə edirəm. Şirəni hər zaman çalışın ki, bu cür olduqda, baxın burada indi mən qaşıqla da sizlərə göstərəcəm. Qaşıqla umacı götürdükdə umac qeyd etdiyim kimi belə xırçıltılı səs gəlir. Yəni bu cür olduqda əlavə etmək lazımdır. Bir də ki, yağ umacın biraz üzərinə çıxır. Və artıq demək olar ki, umacımız hazırdır. Bu cür olanda qaynar halda şirəni yavaş-yavaş qarışdıra-qarışdıra əlavə edirik. Burada ocağı söndürməmişəm. Ocağın ateşi çox az ram ateşdə qalıb, amma şirəmizin hamısını əlavə etdikdən sonra artıq mən ocağı söndürürəm və qarışdırıram. Qarışdıra-qarışdıra da görürsünüz ki, artıq halvamız öz yağını çıxardı. Yəni düzgün hazırlanmış halva bu cür olmalıdır. Yağı üzərinə çıxmalıdır. Halvanın üzərinə bir məcmeyi və ya bir qapaq yerləşdiririk. Yəni yağı sizlərə çox görünməsin. Əsl yəni düzgün hazırlanmış halvanın yağı üzərinə çıxmalıdır. Üzərinə bir qapaq və ya məcmeyi yerləşdirib bir 10 dəqiqə gözlətdikdən sonra artıq halva elə bil ki, yağı bir qədər də öz canına çəkmiş olur. Daha sonra isə artıq süfrəyə verə bilərsiniz. Allah qəbul etsin hər kəsin ehsanını. Gördüyünüz kimi halvamız çox gözəl alınıb. Rənginə, dadına söz ola bilməz. Halvanı da hazırlayarkən mütləq hər zaman çalışın ki, keyfiyyətli kərə yağı ilə hazırlayın ki, dadı gözəl alınsın. Və süd çörəklərimiz də soyuyub. Gördüyünüz kimi süd çörəklərimiz də qəşəng xına kimi qıpqırmızı qızarıblar. İnanın ki, pambıq kimi yumuşaq, ətirli və çox dadlı alınıblar. İçərisi də çox gözəl bişib. Deməli, süd çörəklərini sobadan çıxardarkən, isti-isti olarkən çalışın üzərinə bir dənə çay dəsmalı atın. Çox yox. Bir hardasa 2-3 dəqiqə həmin o çay dəsmalı bunların üzərində qalsın, sonra o dəsmalı üzərindən götürün. Bu cür etdikdə süd çörəklərinin üzəri daha da yumuşaq olur. Tam soyduqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz. Mən burada birini kəsdim ki, içərisinin necə yumuşaq olduğunu sizlərə göstərim. Çox yumuşaq və çox dadlı, ətirli, gözəl alınıblar. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Sağ olun, salamat qalın.